Hər birinizə salam. Heç özünüzə bu sualı vermisiniz? Mən kiməm? Yəqin ki, vermisiniz. Bəlkə də bu həyatımız boyu özümüzə verdiyimiz ən vacib, ən fundamental sualdır. Bax bugün Ceylan Mumoğlunun Dairə və Mən əsəri əsasında gəlin birlikdə özümüzü anlamaq üçün çox maraqlı, dərin bir səyahətə çıxaq. Yəni bu sual var ha, mən kiməm? Elə anlarda ağlımıza gəlir ki, sakitcə oturanda ya da həyatımızın ən vacib qərarlarını verəndə birdən-birə beynimizdə peyda olur. Bəs niyə? Niyə bu sualın cavabını tapmaq bu qədər çətindir? Gəlin elə bu axtarışın kökünə enək, görək səbədləri nədir? Bəli, bu bölmədəki mövzumuz mən kiməm? Əbədi sualı. Çünki bu sadəcə bir sual deyil dostlar. Bu insanın var olduğu gündən bəri davam edən fundamental bir axtarışdır. Kim olduğumuzu anlamaq cəhdi bəşər tarixinin özü qədər köklü və qədimdir. Gəlin bir anlıq təsəvvür edək. Siz ruhunuzun gəmisindəsiniz və qatı bir dumanla örtülmüş okeanda üzürsünüz. Əlinizdə nə bir kompas var, nə də bir xəritə. Çox güclü bir obrazdır, elə deyilmi? Çünki həyat həqiqətən də bəzən elə o dumanlı okeana bənzəyir. Biz də o gəmidə bir istiqamət, bir məna axtarırıq. Uzaqda bir ada görürük. Bəlkə bu yeni bir işdir, yeni bir sevgidir və deyirik ki, aha, tapdım, mən buyam. Amma bir də baxırıq ki, dalğalar o adanı da yuyub aparıb və biz yenidən yelkənləri qaldırıb axtarışa davam edirik. Yaxşı, əgər kompas yoxdursa, xəritə yoxdursa, bəs bizim bələdçimiz nədir? Bu axtarışda nəyə güvənə bilərik? Baxın, məşhur yazıcı Haruki Murakami buna çox maraqlı bir cavab verir. Deyir ki, bizim kompasımız elə hərəkətin özüdür. Yəni, qaçmaq sadəcə ayaqlarını tərpətmək deyil. Hər addım atanda, hər nəfəs alanda, sanki bədənimiz ruhumuzun düşündüklərini, hiss etdiklərini daşıyır. Və biz hərəkət etdikcə, əslində özümüzə doğru qaçırıq. Özümüzə biraz daha yaxınlaşırıq. Deməli, axtarışdayıq, hərəkət edirik, özümüzə doğru gedirik. Hər şey aydın görünür, eləmi? Amma burada çox ciddi bir problem var. Elə bir problem ki, bizim bütün səyahətimizi alt-üst edə bilər. Söhbət bizim yolumuzu kəsən, amma bizim heç varlığından xəbərimiz olmayan görünməz qəfəslərdən gedir. Bu görünməz maneələri, bu qəfəsləri anlamaq üçün gəlin sizə İna adlı bir ayının hekayəsini danışım. Təsəvvür edin, bu ayı ömrünün 20 ilini balaca bir qəfəsdə keçirir. Nəhayət ki, onu azad edirlər. Geniş bir əraziyə buraxırlar. Amma nə baş verir bilirsiniz? İna düz 7 il, bəli, 7 il boyunca sanki hələ də o qəfəsdəymiş kimi eyni balaca dairənin içində gəzir. Köhnə qəfəsinin xəyali divarları arasında fırlanmağa davam edir. Bax, bu, fiziki qəfəslərdən qat-qat güclü olan zehni qəfəslərimizin, bizim şuuraltı travmalarımızın necə dəhşətli olduğunun canlı bir sübutudur. Və bu hekayə bizi çox dərin bir fikrə gətirir. Əsil azadlıq bəlkə də qapının açılması deyil, qapının heç vaxt bağlı olmadığını dərk etməkdir. Bir anlıq bu cümlə üzərində düşünək. Bu, bizim bütün azadlıq anlayışımızı dəyişir. Elə İnanın hekayəsində olduğu kimi, bəzən biz də qapının çoxdan açıq olduğunu görmürük. Həqiqi azadlıq o xəyali divarların, o görünməz qəfəsin əslində olmadığını anlamaq və cəsarət edib o ilk addımı atmaqdır. Yaxşı, bəs bu görünməz qəfəs konkret olaraq nədir? Gəlin onu təsvir edək. Divarları cəmiyyətin belə olmalıdır, bunu etməlisən kimi təzyiqləridir. Bəs dəmir barmaqlıqları, onlar da nəsildən nəslə bizə ötürülən, qanımıza canımıza hopmuş qorxular, travmalardır. Və ən pisi odur ki, biz o qəfəsin içində hərəkət etdiyimizi, irəli getdiyimizi sanırıq. Amma əslində eynən o ayı kimi sadəcə eyni dairənin içində fırlanırıq. Yaxşı, vəziyyət aydındır, bəs bu qəfəsdən çıxış yolu hanı? Açar hardadır? Cavab çox sadədir, amma bir o qədər də mürəkkəb. Cavab özümüzü anlamaqdan keçir. Bax, Ceylan Mumoğlunun təklif etdiyi dairə konsepsiyası da məhz bu işə yarayır. O, bizə elə bir xəritə verir ki, onunla həm o görünməz qəfəsin divarlarını görə bilirik, həm də onlardan necə azad olacağımızı anlayırıq. Gəlin bu xəritəni birlikdə açaq. Görək nə var içində. Tam mərkəzdə sən özün dayanırsan. Sənin kimliyin, məqsədlərin, yəni sənin mənin. Səni əhatə edən ilk dairə isə ən yaxınlarındır. Ailən, dostların. Ondan sonraki dairə yaşadığın cəmiyyət, icmadır və ən xarici dairə bütün dünya, bütün bəşəriyyətdir. Və burada vacib bir məqam var. Unutmayın, bu dairələrdən birində yaranan ən kiçik bir problem belə dalğa kimi gəlib birbaşa sənin mərkəzinə, yəni sənə təsir edir. Bu konsepsiyanın kökləri əslində böyük filosof Fərabinin sudur nəzəriyyəsinə gedib çıxır. Amma əsas ideya, əsas məğzi nədir? Hər bir dairə əslində sənin üçün bir güzgüdür. Düşün, ailənlə münasibətin sənin sevgi və bağlılıq anlayışını göstərir. Cəmiyyətdəki mövqeyin sənin dəyərlərini əks etdirir. Yəni, mərkəzini, özünü tanımaq istəyirsənsə, bu güzgülərə baxmağa cəsarət etməlisən.
İndi isə gəlin kameranın fokusunu biraz dəyişək. Yaxından baxdıq, indi biraz uzaqlaşaq və daha böyük mənzərəni görək. Sənin tək başına apardığını düşündüyün o mübarizə var ha, əslində heç də tək sənə aid deyil. O hamımızın paylaşdığı nəhəng, universal bir insanlıq hekayəsinin sadəcə bir parçasıdır. Sən tək deyilsən. Bax, Carl Jung'un kollektiv şuuraltı dediyi bir anlayış var, bunu mükəmməl izah edir. Fikir budur, biz sanki bir okeandakı ayrı-ayrı damlalarıq. Üzdən baxanda hamımız fərqliyik, ayrıyıq, amma eyni dərinlikdə, o okeanın dibində hamımız bir-birimizə bağlıyıq. Hamımız eyni sudan yaranmışıq. Sən elə bilirsən ki, tək sən qorxursan, tək sən axtarışdasan, amma sənin içində əsrlərin yaddaşı var. Sənin qorxun Edipin qorxusudur, sənin axtarışın Budlanın axtarışıdır. Sənin sınaqların Məlik Məmmədin sınaqlarıdır. Sənin səbrin Həzrəti Yusifin, cəsarətin Roza Parksın, ədalət durğun Koroğlunun, dözümün isə Natəvanın dözümüdür. Anlayırsınızmı? Sənin damarlarında təkcə qan yox, həm də tarix, miflər, hekayələr, üsyanlar axır. Sənin hekayən sadəcə sənin deyil, o, bütün bəşəriyyətin əbədi naxışının bir ilməsidir. Və bu ortaq mübarizə, bu ortaq talih ideyası mənəvi mənbələrdə də öz əksini tapıb. Qurani-Kərimdə bir ayə var, soruşur ki, sizdən əvvəlkilərin başına gələnlər sizin də başınıza gəlmədikcə cənnətə girəcəyinizi mi sandınız? Bu bizə nəyi xatırladır? Zaman bəlkə də düz bir xətt deyil, spiral bir dairədir. Və biz hamımız bəşəriyyətin əzəldən bəri davam edən o böyük imtahanının iştirakçılarıyıq. Dünən onların qarşısına çıxan sınaqlar bugün sadəcə formasını dəyişib, bizim qarşımıza çıxır. Və bütün bu səyahətdən sonra gəlib çıxırıq ən vacib nöqtəyə, yekuna. İndi əsas məsələ odur ki, sən bütün bunların fonunda öz rolunu dərk edəsən. Sən tamaşaçı deyilsən. Sən öz həyat hekayənin müəllifisən. Aktiv, yaradan, yazan müəllifi. Və bəlkə də bütün bu söhbətimizin ən dərin, ən yadda qalan fikri budur. Bəs sən kimsən, insan? Sən bir sualsan və cavabını yaşaya-yaşaya yazırsan. Dəhşətli dərəcədə güclü fikirdir. Yəni kimlik haradasa gizlənmiş, axtarıb tapacağın bir xəzinə deyil. Yox, kimlik elə yaşamağın özüdür. Attığın hər addımda, verdiyin hər qərarda, sənin özün tərəfindən yaradılan, yazılan bir əsərdir. Sən sualın özüsən, həyatın isə sənin yazdığın cavabdır. Elə isə sonda mən də sizə bir sual verirəm və bu sualla sizi tək buraxıram. Başqalarının yazdığı hekayələrdə bir obraz olmaqdansa, öz nağlını yazmağa, öz sualının cavabını cəsarətlə yaşamağa hazırsanmı? Düşünürəm ki, bu həqiqətən də üzərində düşünməyə dəyər.